Sonra büyüdü değil mi? Anesteziya zamanı iğne ucunun qırılıb qalmağıdır, bax. Buradan düz 14 mm, 15 mm uzunluğunda iğnenin ucunun qırılıb qalmasıdır. Anesteziya zamanı baş verib. Amma necə olubsa, düşüb çənə şaxasının bayır tərəfinə. Görək, ən kəsikdə necə görükür? Ən kəsikdə də baxırsınız. Ən kəsikdə mm uzunluğunda olan iğnedir. Burada isə çənənin tat çıxıntısının önündə yerləşir. Bu bir proyeksiyada baxaq. Burada da görükür ki, tat çıxıntının bayır tərəfində yerləşir. İğnenin üst hissəsi qatlandığına görə əyri vəziyyətdədir. Cərrahi müdaxilə olunaraq çıxardılmaq istəyiblər, amma çıxarda bilməyiblər və iğne biraz da arxaya doğru itələnib. İndi isə əvvəl tat çıxıntının qarşısındaydı, indi oynaq çıxıntı tərəf yerini dəyişmiş olur. Bu bir proyeksiyada da görükür. İğnenin yerləşmə yeri təxminən 15 mm uzunluğunda olan bir iğnedir. Ucu əyilmiş formadadır. İnşallah çalışıb onu çıxardarıq. Pasientimizə deməli anesteziya eləmək zamanı iqla karpulalı olan iğnenin üst hissəsi qırılıb, xəstənin çeynə məzələsinin içərisində qalmışdı və bir dəfə düzdür müdaxilə ediblər və çıxartmaq çox çətin olub, çünki yerli keyitmə ilə idi. İndi hal-hazırda ümumi narkoz altında girərək deməli oynaq çıxıntı və tat çıxıntının arasında aypara dəlik səviyyəsində çeynə məzələsinin içərisindən həmin qırılmış iğnəni çıxartdıq. Belə hallar düzdür olur, nadir olsa da olur. Ona görə də iğnəni vuranda ehtiyatlı olun və yaxud da qatlayanda bilinci qırıla bilər. Çəkə bildin bunu? Buraya yaxınlaşdı, burada görsənsin. Yəqin ki, iğnəni düşür orada. Süper.